Zəhmət olmasa. Hikmət müəllim, bugünkü tədbir haqqında, bax bu cıdır düzündə nə demək istəyərdiniz? İlk növbədə Canlı yayımdayıq bu Ali arada. Baş Komandanımız sağ olsun, şəhidlərimiz sağ olsun, Allah qazilərimizə can sağlığı versin ki, bu gözəl möhtəşəmliyi, başucalığı bizlərə təqdim etdilər. Yəni Şuşa şəhərimiz işğaldan azad olundu. Və bugün də fürsətdən istifadə edib Azərbaycan mediasının yaranmasının 147-ci il dönümü münasibətilə bütün media mənsublarımızı səmimi qəlbdən təbrik etmək istərdim. Və mediamızın Şuşa şəhərində tədbirinin keçirilməsi və bu mediamızın il dönümünün Şuşa şəhərində qeyd olunmasının düşünürük ki, böyük bir rəmzi mənası da var. Mediamızın inkişafında Şuşa erası başlayır. Çünki Azərbaycan mətbuatının və mediasının inkişafında Şuşanın özünün tarixi izləri olmuşdur. Və bunu biz şərti olaraq da Azərbaycan mediasının həmrəyliyi, inkişafı günü kimi də qeyd edə bilərik və Cənab Prezident tərəfindən də mediamızın yaranmasının 147-ci il dönümü münasibəti ilə təqdim etdiyi müraciətində və təbrikində mediamız qarşısında yeni bir strateji tapşırıqlar qoymuşdur. Çox sağ olun, təşəkkür edirik. Bizim üçün də çox qeyri-adi hisslərdir burada. Sağ olun, təşəkkür edirik, sağ olun.